L1 və L2 düz xətləri qarşılıqlı perpendikulyardır və ABCD kvadratının BD diaqonalını öz üzərində saxlayan düz xət əslində L1 düz xətdir. C nöqtəsinin apsisi 4-dür. Ordinatı verməyib. Ordinata Y yazaq. Apsisi 4-dürsə deməli x oxun 4 nöqtəsində kəsib, ordinatı da Y. Bu 0-dan Y məsafəsindədirsə, demək ki, bu kvadratın tərəfi əslində Y-dir, düzdürmü? Və bütün tərəfləri Y olacaq. Y. Bura Y yazsaq. A nöqtəsinin koordinatı 4 çıx Y olacaq. Tax ki, məsafə 3 olsaydı, 4-dən 3'ü çıxacaq idim, A-nın koordinatı 1 olacaq. İndi 4 çıx Y, Y bilmirəm. Demək ki, B-nin koordinatları apsisi 4 çıx Y-dir, ordinatı da Y-dir. Və bu L1 düz xəttinin üzərində 2 dənə nöqtə var və B və D nöqtələri görürsünüz. Bizə bu L1 düz xəttinin tənliyi lazımdır. Mən 2 nöqtənin tənliyini də yazmaq üçün 2 nöqtənin koordinatlarını bilməliyəm. Bunun koordinatları 4 çıx Y və D nöqtəsi də apsis oxu üzərində olduğu üçün 4-0 nöqtəsidir, düzdürmü? Buradan mən əvvəlcə bu düz xəttin K-sını tapım, yəni bucaq əmsalını. Bucaq əmsalı bilirsiniz ki, Y2 çıx Y1 bölünsün X2 çıx X1. Cavab -1 alınacaq. Yəni bunun bucaq əmsalı -1-dir. -1 də bilirsiniz ki, ümumiyyətlə bucaq əmsalı axı tangensinə ifadə olunur. Tangens alfa -1-i harda alır? 135 dərəcədə. Yəni bu kvadratı silsək, mən şəkili yenidən çəkdim. Bura, yəni L1 düz xəttin apsis oxunun müsbət istiqamətinə əmələ gətirdiyi bucaq 135 dərəcədir. 135-in də qonşusu bilirsiniz ki, 45-dir. Bu düz bucaqlı, üst bucaqlı axı. 45 isə demək ki, burada 45-dir. Düzdürmü? Yəni bərabər yanlı düz bucaqlı, üst bucaqlı. YO məsafəsi OD məsafəsinə bərabərdir. İndi biz bilirdik axı D nöqtəsinin koordinatı, yəni apsisi X-dir, 4-dür. Yəni 0-dan bura qədər məsafə 4-dür. Deməli, buradan bura qədər də məsafə 4-dür. Və 45 dərəcə olduğu üçün burada 90 dərəcədir. Burada 45 dərəcə olur. Yəni burada bərabər yanlı düz bucaqlı üst bucaq yaranır 2-dən. Yəni bu 4-dürsə burada 4-dür. Baxın bu məsafə 4-dür. Demək ki, buradakı F nöqtəsinin koordinatları ordinat oxu üzərində yerləşdiyi üçün 0,4-dür. Mən də bu L1 düz xəttinin əslində K-sını tapmışdım axı -1. Düz xəttin tənliyi də KX plus B şəklində yazılır. Bir dənə B-si lazımdır. B də sərbəst xətt. Sərbəst xətt də bilirsiniz ki, Y oxunu kəsən nöqtədir. O da 4-də. 4. Demək ki, B-si də 4-dür. Yəni bu funksiya Y bərabərdir -x plus 4 funksiyası.